Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Мы с вами продолжаем снимать наше видео из 11 класса. И это из 5 раздела 3 урок. Называется «Смерть чиновника». Сначала, как всегда, будем читать на русском языке, а затем уже делать общий перевод на azərbaycanский. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz kanalıma, Rus dili dərsləri kanalımıza. Və biz sizinlə davam edirik dərslərimizi çəkməyə. Bugün isə 11-ci sinifin 5-ci bölməsindən 3-cü dərsimizdir. Bizim mətnimizin adı Dövlət qulluqçusunun ölümüdür. İlk öncə həmişəki kimi Rus dilində oxuyaq, ümumi sonra Azərbaycan dilinə tərcümə eləyərik. Gəlin başlayaq. В один прекрасный вечер Иван Дмитриевич Червяков сидел в театре во втором ряду кресел и глядел в бинокль на корнавильские колокола. Он глядел и чувствовал себя наверху блаженства, но вдруг он нагнулся и чихнул. Чихать никому и нигде не запрещается, все чихают. Червяков нисколько не смутился, вытерся платочком и, как вежливый человек, поглядел вокруг себя, не обеспокоил ли он кого-нибудь своим чиханием. Но тут он увидел, что старичок, сидевший впереди него, старательно вытирал свою лысину и шею перчаткой и бормотал что-то. В старичке Червяков узнал генерала Брижалова, служащего по ведомству путей сообщения. «Я его обрызгал», — подумал Червяков. «Не мой начальник, чужой, но все-таки неловко. Извиниться надо». Червяков нагнулся вперед и зашептал генералу на ухо. «Извините, я вас обрызгал, я нечаянно». «Ничего, ничего, ради бога, извините, я ведь не желал. Ах, сидите, пожалуйста, дайте слушать». Червяков смутился, глупо улыбнулся и начал глядеть на сцену. Глядел он, но удовольствия больше не чувствовал. Его начало мучить беспокойство. В антракте он подошел к Брижалову, походил возле него и робко произнес: «Я вас разбрызгал, простите». «Ах, довольно, я уже забыл, а вы все о том же», — нетерпеливо сказал генерал. «Забыл, а у самого злоба в глазах», — подумал Червяков, подозрительно поглядывая на генерала, и говорить не хочет. Надо бы ему объяснить, что я вовсе не желал, что это закон природы, а то подумает, что я плюнуть хотел. Дома Червяков рассказал жене о случившемся. «А все-таки ты пойди, извинись», — сказала она. «Подумает, что ты себя на публике держать не умеешь». На другой день Червяков надел новый мундир, подстригся и пошел к Брижалову объяснить. Войдя в приемную генерала, он увидел там много посетителей, а между посетителями и самого генерала. Когда генерал кончил беседу с последним посетителем, Червяков обратился к нему. «Если я осмеливаюсь беспокоить вас, то именно из чувства раскаяния. Ненарочно, сами знаете». Генерал махнул рукой. «Да вы просто смеетесь», — сказал он, скрываясь за дверью. «Какие тут же насмешки», — подумал Червяков. «Генерал, а не может понять. Раз так, не стану я больше извиняться перед ним. Напишу ему письмо, а ходить не стану». Так думал Червяков, идя домой. Письма генералу он не написал. Думал и никак не придумал этого письма. Пришлось на другой день идти самому объяснять. «Я вчера приходил беспокоить вас», — заговорил он, когда генерал поднял на него глаза. «Не для того, чтобы смеяться, как вы сказали. Я извинялся за то, что чихая обрызнул, а смеяться я и не думал. Смею ли я смеяться?» Генерал вдруг посинел, затрясся и крикнул: «Пошел вон!» «Что?» — спросил шепотом Червяков, замерев от ужаса. Генерал затопал ногами и повторил: «Пошел вон!» В животе у Червякова что-то оторвалось. Ничего не видя, ничего не слыша, он направился к двери, вышел на улицу и медленно пошел. Придя домой, не снимая мундира, он лег на диван и умер. Чехов. Глядеть, смотреть, быть наверху блаженства, получать удовольствие, смутиться, испытать чувство стыда, бормотать, тихо говорить, обрызгать, обдать мелкими каплями, робко со страхом, раскаяние, признание своей vini. Oxuduq, gəlin indi ümumi tərcüməmizi eləyək. Bir gözəl axşamda İvan Dmitrievich Червяков teatrda oturmuşdu ikinci sırada və baxırdı binokllə
bir tamaşaya. Adı da Karnevirski Kalakaladır. O baxırdı və özünü çox gözəl hissləri var idi, ləzzət alırdı. Amma birdən o əyildi və askırdı. Askırmaq heç kimə heç yerdə qadağan olunmur. Hamı askırır. Çervikov heç belə pis də olmadı. Necə normal tərbiyəli insan kimi sildi yaylıqla özünü və ətrafına baxdı ki, kimisə o öz askırmağı ilə narahat eləmədi ki. Amma birdən o gördü ki, bir dənə qoca kişi qabaqda oturub və çox belə çalışır ki, öz keçəl başını silsin və boynunu. Demək, əlcəklə və nəsə asta-asta deyir. Nəsə mız-mız kimi də belə deyir, burnunun altında, dodağının altında. Bu qoca kişi də Çervikov generalı tanıdı ki, bu Brijalov generalıdır, hansı ki, hardasa qulluq eləyir. Mən onu üstünə elə ki də askırmışam, fikirləşdi o. Mənim düzdür, demək, rəisim deyil, yaddır, amma yenə də yaxşı olmadı. Gərək, demək, üzr istəyim. Çervikov aşağı əyildi qabağa və onun qulağına sakitcə pıçıldadı ki, bağışlayın, mən sizin üstünüzə çaşıb askırmışam, mən istəməmişəm. Eyb yox. Siz Allah, bağışlayın, mən axı istəməmişdim. Yaxşı, oturun artıq, qoyun qulaq asım. Çervikov biraz artıq utandı, narahat oldu, biraz sanki gülümsədi və başladı səhnəyə baxmağa. Baxırdı, amma artıq o heç bir ləzzət hiss eləmirdi. Ona başladı hansısa narahatçılıq, əziyyət verməyə. Fasilədə o Brijalova yaxınlaşdı, biraz onun yanında gəzdi və yenə utana-utana dedi. Mən sizin üstünüzə, yəni sizi sıçratdım, bağışlayın. Ax, bəsdir, mən artıq unutmuşam, siz yenə də o şeyi deyirsiniz. Səbirsiz general cavab verdi. Yadından çıxıb, amma özünün gözlərində hirs var, fikirləşdi. Çervikov belə şübhəli baxdı generala və danışmaq da istəmir. Ona mən başa salmalıyam ki, axı mən belə istəməmişdim, bu təbiətin qanunudur. Fikirləşər ki, mən onun üstünə tüpürmək istəmişəm. Evdə Çervikov həyat yoldaşına danışdı bu olanları. Sən yenə də get, üzr istə, dedi o. Fikirləşər ki, sən özünü cəmaatın içində apara bilmirsən. O birisi günə Çervikov öz təzə mundirini, yəni formasını geyindi, saçını falan hər şeyini kəsdi və getdi Brijalova, hər şey başa salmağa. Onun, demək, qəbul otağına girəndə o gördü ki, burada çoxlu adamlar var, həmçində generalın özünü gördü. General öz söhbətlərini qutaranda, axırıncı bu insanlarla Çervikov ona müraciət elədi. Əgər mənə icazə versəz, mümkün olsa sizi narahat eləməyə, bu ancaq olar ki, mənim çox təəssüf hissimdən olar. Mən bilirsiniz özünüz ki, mən qəsdən eləməmişəm. General əlini belə elədi. Axı, siz artıq gülürsünüz, dedi o, çıxıb getdi qapının arxasına. Necə gülmək, bu nə gülüş, Çervikov fikirləşdi. General da başa düşmür. Rast belədirsə, mən ona qabağında üzr istəməyəcəm. Ona məktub yazacağam və gəlməyəcəm. Belə fikirləşdi Çervikov evə gedə-gedə. Məktub yazmadı generala. Fikirləşdi, fikirləşə bilmədi bu məktubu. Fikirləşib tapa bilmədi nə yazsa. Məcbur oldu gələn sabahsı gün, digər gün yenə getməyə, nə isə izah eləməyə. Mən dünən gəlmişdim sizi bura narahat eləməyə. O danışdı, general ona baxanda. Amma gülmək üçün gəlməmişdim, necə siz dediniz. Mən üzr istəmək istəyirdim ki, mən askıranda sizin üstünüzə də sıçratmışdım. Gülməyi isə mən heç fikirləşməmişdi. Mən gülə bilərəmmi? General birdən göyərdi, belə əsdi və qışqırdı. Rədd ol buradan. Nə? Astaca Çervikov soruşdu, dəhşətdən belə donub qalaraq. General ayağı ilə yerə vurdu və bir də təkrarladı, rədd ol buradan. Çervikovun qarnında nəsə sanki qırıldı. Heç nə görmədən, heç nə eşitmədən o qapıya doğru istiqamətləndi, çıxdı küçəyə və yavaşca getdi. Evə gələrək mundirini, formasını çıxartmayaraq o uzandı divana və öldü. Belə bir çox, necə deyərlər, очень трогательный, очень
очень грустное произведение, грустный расskaz. Çox qəmgin belə, kədərli belə bir hekayə oldu. Lüğətimizdə sözlər glядеть, смотреть, bu baxmaqdır. Быть наверху блаженства, bu çox böyük ləzzət almaq, həzz almaq, 7-ci belə deyirlər, göyün 7-ci qatındayam. O qədər də yox, amma belə çox belə qəşəng belə bir ləzzət almaq. Смутиться, испытать чувство стыда. Bu da nəsə belə bir utanmaq, sanki çəkinmək mənasında. Бормотать, astaca belə danışmaq, burun altında, dodaq altında danışıqlara belə deyinmək kimi. Обрызгать bu belə sıçratmaqdır. Робка bu utancaq mənasına, qorxa-qorxa. Раскаяние da bu təəssüf hissidir. Теперь начинаем наше задание. Задание первое. Прочитать юмористический рассказ Антона Павловича Чехова «Какие чувства вызывает главный герой рассказа, над чем смеется автор». Deyir, bu yumoristik mənim üçün düzdür biraz kədərli oldu. İndi kim necə qəbul edirsə, Çexovun bu nağılını oxuyun. Hansı hisslər sizdə yaradır bu demək baş qəhrəman və demək bizim müəllifimiz nəyin üstündə gülür? Hansı hisslər yaradırsa siz ona deyin. Məndə misal üçün doğrudan da раскаяние, сожаление və сожаление, təəssüf hissi yaradır bu insan ki, yəni başa düşmür ki, artıq bir dəfə bağışla dedi və yetərlidir burada. Artıq yəni söhbəti çürütməyin mənası yoxdur. Poэтому o insan belə cürbəcür hisslər. Bəzən adamın yazığı gəlir ki, başa düşmür. Bəzən insan həqiqətən də əsəbləşir necə general kimi ki, bəs bir söhbəti artıq dedin. Bəzən də adam pis olur həqiqətən. Поэтому разные чувства вызывает. У меня разные чувства вызывает. На чем смеется автор? Müəllifimiz nə üstündə gülür? Böyük ehtimal görür ki, insanların belə deyək də səfehliyinə. Над глупостью человека. Он смеется, что человек глупый, не понял он свою ошибку. Он один раз извинился, и этого хватит. Yəni, burada ama onu deyim ki, sizə hərənin öz fikri də ola bilər. Təbii ki, hisslər baxımından hərənin öz fikri olacaq. Amma gülmək haqqında onun ümumi bir cavabı var ki, müəllif nə haqqında gülür. Задание 2. Прочитайте высказывания Чехова, как они относятся с рассказом «Смерть чиновника». Тогда человек станет лучше, когда вы покажете ему, каков он есть. В человеке все должно быть прекрасно, и лицо, и одежда, и душа, и мысли. Deyir ki, o vaxt insan yaxşı olacaq ki, nə vaxt siz ona göstərəcəksiniz ki, o necədir. İnsanda deyir, hər şey gözəl olmalıdır. Həm göz, həm üz, həm geyim, həm qəlbi, həm fikirləri. Bu mənaları bu idi. Следующее задание. Выпишите из текста рассказа 10 глаголов и выполните задание по образцу. Mətndən 10 dənə feil yazmalıyıq və bu nümunəyə uyğun yerinə yetirməliyik. Сидел, keçmiş zamanda, сидеть, indiki zamanda, bitməmiş formada, будет сидеть, gələcək zamanda, нагнулся, нагнуться, что сделать, нагнется. Demək, burada keçmiş zamanı eləyirik, başlanğıc formasını eləyirik və gələcək formasını eləyirik. Gəlin, bir 5 dənə də olsa götürək, davamını siz götürərsiniz. Сидел artıq eləyiblər. Misal üçün, глядел. Глядел bu keçmiş zamandadır artıq. İndiki başlanğıc formasında глядеть və gələcək zamanda будет глядеть. Sonra, чувствовал misal üçün. Чувствовал keçmişdim. İndiki чувствовать gələcəkdə будет чувствовать və yaxud da почувствует. Bax, belə də deyə bilərik. Budetlə gələcək formasının həm iki forması olur. Əgər feil bitməmiş feildirsə, iki forma yaratmaq olar. Burada будет чувствовать də deyə bilərsiniz və yaxud da почувствует deyə bilərsiniz. Sonra, hansını buradan götürüb deyə bilərik? Вытирать, misal üçün deyək. Вытирал. Keçmiş də вытирал. İndi başlanğıc forması вытирать. Gələcəkdə вытерит. Burada будет вытерит olmaz. Çünki bu bitmiş formadadır. Bitmiş formanda gələcəyi budetlə yarana bilməz. Burada ona görə deyəcəyik вытерит. Misal üçün. Gəlin bir iki dənə də götürək. Baxaq burada. Зашептал misal üçün deyək. Зашептал keçmiş zamanda. Зашептать indi. Зашепчет gələcək zamanda. Və yaxud da buradan baxın. Начал. Начал. Начать, начнет. Misal üçün belə eləyə bilərik. Burada çox da əslində feillər. Так, мучить. Bu amma keçmişi çox vaxtı götürürük. Забыл. Забыл, забывать, забудет.
Və yaxud da zabıl, zabıt. Biz elə hansı formasını verirsə, onun da başlanğıc formasını eləyək. Zabıl, zabıt, zabudet deyə bilərik. Sonra рассказал, misal üçün. Рассказал, рассказать, расскажет deyə bilərsiniz. Sonra надел, надел, надеть, наденет. Və yaxud da увидел, увидеть, увидит. Bax, bunları belə formada eləyirsiniz. Nümunəyə baxıb ona uyğun işləyirsiniz. Задание 4. Составьте из двух простых предложений сложные союзами, хотя, несмотря на то, что. Bu iki dənə feildən, iki dənə cümlədən, daha doğrusu biz bir dənə cümlə yaratmalıyıq, mürəkkəb cümlə və burada bağlayıcılarımız var. Хотя, halbuki, несмотря на то, что, ona baxmayaraq ki. Gəlin baxaq. Друзья пошли гулять, шел дождь. Deyə bilərik ki, несмотря на то, что шел дождь, друзья пошли гулять. Belə də eləyə bilərik. Друзья пошли гулять, хотя шел дождь. Bax, belə də eləyə bilərsiniz. Врач хорошо слышал все слова, больной говорил очень тихо. Несмотря на то, что... Yox, gəlin belə eləyirik. Врач хорошо слышал все слова, хотя больной говорил очень тихо. Və yaxud da deyə bilərsiniz. Несмотря на то, что больной говорил очень тихо, врач хорошо слышал все слова. Demək, xətəni qoyanda görürsünüz, ortaya qoyuruq, mütləq vergülü unutmursunuz xətədən qabaq. Несмотря на то, что eləyəndə isə ikinci, birinci hissəni götürür. Birinci deyirik, несмотря на то, что və bizim ikinci cümləmizi götürürük, sonra birincinə əlavə eləyirik. Bunu da aralarında vergülü unutmursunuz. Было уже поздно, домой идти не хотелось. Несмотря на то, что было уже поздно, домой идти не хотелось. Все очень устали, отдыхать никто не хотел. Несмотря на то, что все очень устали, отдыхать никто не хотел. Ярко светило солнце, было очень холодно. Несмотря на то, что ярко светило солнце, было очень холодно. Birinci demək, şey veriləndə, məqsəd və yaxud da izahı veriləndə, onda несмотря на то, что ilə başlaya bilirik ki, niyə bu belə olubdur. Amma digərlərində xətəni də qoya bilərik, несмотря на то, что qoya bilərik. Son cümlələrdə daha çox несмотря на то, что uyğun gəlir. Задание 5. Закончите предложение. Burada cümlələri sadəcə tamamlamalıyıq. Несмотря на то, что был сильный ветер, burada deyir ki, ona baxmayaraq ki, güclü külək idi, мы пошли гулять. Biz gəzməyə getdik. Misal üçün demək olar. Хотя солнце село, deyir ki, baxmayaraq ki, günəş oturdu, daha doğrusu günəş batdı deyirlər Azərbaycan dilində, indi rus dilində selo istifadə edirik. На улице было светло. Bax, belə bir şey deyə bilərik. На улице было светло. Несмотря на то, что наступил уже вечер, ona baxmayaraq ki, artıq axşam olub, mən bu hissələri tərcümə edirəm ki, siz öz fikirlərinizi burada tamamlayıb yazasınız, öz cümlələrinizi. Mən nümunə üçün deyirəm. Aha, demək, несмотря на то, что наступил уже вечер, мы не хотели идти домой. Хотя задача была трудная, deyir, halbuki məsələ çətin idi, я ее решил. Mən onu misal üçün həll elədim. Несмотря на то, что мы переехали в новую квартиру недавно, ona baxmayaraq ki, biz yeni mənzilimizə təzəcə köçmüşük. Misal üçün, мы уже все обустроили. Следующее предложение. Хотя все устали после долгого пути, мы пошли смотреть вечерний город. Nесмотря на то, что была zima, burada altıda deyirdi ki, uzun yoldan sonra baxmayaraq ki, biz hamımız yorulmuşduq, biz getdik yenə şəhəri gəzib baxmağa. Nесмотря на то, что была zima, погода была теплая. Baxmayaraq ki, qış idi, hava mülayim idi. Следующее задание 6. Прочитайте, определите основную мысль рассказа. В какой части рассказа она сформирована? Bunu oxuyub əsas demək, fikri demək lazımdır. Всякий человек, когда встречался с Антоном Павловичем, всегда стремился быть проще, правдивее, красивый, простой. Он любил все простое, настоящее, искреннее. Он умел сделать так, чтобы люди не говорили с ним модными словами и фразами, которые взяли из книг. Однажды я был у Антона Павловича, когда к нему пришли 3 дамы. Они сели против хозяина и притворились, что их интересует политика.
Дамы начали задавать вопросы. Антон Павлович, как вы думаете, чем кончится война между греками и турками? Антон Павлович тихо покашлял, ответил мягко, тоном серьезным, ласковым. Наверное, миром. Ну да, конечно, но кто же победит, греки или турки? Мне кажется, победят те, которые сильнее. А кто сильнее, спрашивали дамы. Те, которые лучше едят и образованнее. Ах, как это остроумно, воскликнула дама. А кого вы больше любите, греков или турок? Спросила другая. Антон Павлович ласково посмотрел на нее, ответил с улыбкой. Я люблю конфеты, а вы любите? Очень оживленно воскликнула дама, которая только что задала вопрос о политике. Они такие вкусные, подтвердила другая, которая сидела слева. И все три дамы, которые только что притворялись, что их интересует политика, оживленно заговорили о конфетах. Было ясно, они очень довольны тем, что не надо притворяться и говорить о политике, которую они не знали. Когда дамы уходили, они весело пообещали Антону Павловичу: мы пришлем вам конфет. Когда они ушли, я сказала Антону Павловичу: вы хорошо поговорили. Антон Павлович тихо засмеялся и ответил: нужно, чтобы каждый человек говорил своим языком и о том, что его интересует. Словарь. Стремиться хотеть оживленно, живо, с интересом. Burada oxuduq. İndi ümumi tərcümə eləyək. Buranın əsas deməkdir, hansı hissədədir? Buranın əsas ideyası sondadır, v konце. Axırıncı cümlə onun tam bu hekayənin əsas fikrini söyləyir. İndi gəlin ümumi tərcüməmizi eləyək. Demək, hər insan, hansı ki Anton Pavloviçlə görüşürdü, həmişə çalışırdı sadə olsun, həqiqi olsun, gözəl, sadə, o hər şeyi xoşlayırdı. Sadə olanı, həqiqi olanı, səmimi olanı. O elə eləməyi bacarırdı ki, insanlar belə böyük-böyük sözlərlə, dəbdə olan sözlərlə danışmırdı, ifadələrlə, hansıları ki, kitabdan götürüblər. Bir gün mən Anton Pavloviçin yanındaydım və o zaman onun yanına 3 dənə xanım gəldi. Onlar oturdular, demək, onun qarşısında və elə özlərini apardılar ki, yalandan ki, onlara siyasət maraqlıdır. Xanımlar başladılar sual verməyə. Anton Pavloviç, necə fikirləşirsiniz? Yunanlarla türklərin arasındakı olan müharibə necə qutaracaq? Anton Pavloviç astaca öskürdü və çox sadə yox, belə incə, yumşaq, incə tonla ciddi və ədəbi olaraq cavab verdi ki, yəqin ki, sülhlə. No, əlbəttə, bəs kim qalib gələcək? Yunanlar yoxsa türklər? Mənə elə gəlir ki, kim ki güclüdür, onlar qalib olacaq. Bəs kim güclüdür? Soruşurdu xanımlar. Onlar hansılar ki, daha yaxşı yeyirlər və daha savadlıdırlar. Oh, bu necə ağıllı bir cavabdır, xanım dedi. Bəs siz kimi daha çox sevirsiniz? Yunanları yoxsa türkləri? Digər bir xanım soruşdu. Anton Pavloviç baxdı belə incə və bu suala gülümsəyərək cavab verdi. Mən konfetləri sevirəm, bəs siz? Mən çox belə artıq canlanaraq cavab verdi xanım, hansı ki siyasətdən sual verirdi. Onlar elə dadlı olurlar. Digəri də təsdiqlədi, hansı ki yanında oturmuşdu sol tərəfdə. Və 3 dənə xanımlar, hansılar ki indi belə göstərirdilər, artistlik göstərdilər ki, siyasət onları maraqlandırır. Çox belə canlı olaraq konfetdən başladılar danışmağa. Aydın idi ki, onlar çox razıdılar ki, artıq lazım deyil özlərini belə yalandan göstərmək və siyasətdən danışmaq, hansı ki onlar heç bilmirdilər də. Xanımlar çıxıb gedəndə onlar hamısı şən olaraq söz verdilər Anton Pavloviçə ki, biz sizə konfet göndərəcəyik. Onlar gedəndən sonra mən Anton Pavloviçə dedim, siz yaxşı söhbət elədiniz. Anton Pavloviç sakitcə güldü və cavab verdi. Lazımdır ki, hər insan öz dili ilə danışsın və onu nə maraqlandırır, o haqda danışsın. Bax, belə bir hekayəmiz idi. Стремиться bu istəmək çalışmaqdır, оживленно, canlı olaraq belə daha maraqlı. Задание 7. Выпишите из текста выделенные слова, определите, от каких слов они образованы. Burada qara ilə yazılmış sözləri yazmalıyıq və onlar hansı sözdən yaranıb, onları deməliyik. Məsəl üçün, проще sözü простой sözündən əmələ gəlib. Правдивее sözü правдивый sözündən əmələ gəlib. Və yaxud da pravda sözündən də deyə bilərik. Pravda ümumiyyətcə isimdir. Burada sifətdir. Mən ona görə sifətin başlanğıc formasını dedim. Сильнее, сильный
Bu da mən onun demək sifət formasını verirdim. Lap isim formasında versək sila olacaq, güc. Лучше, лучший. Образование, образованный. Başlanğıc laf forması образование. Vəssalam, bunlar idi. Задание 8. Составьте словосочетание с данными ниже словами и с глаголами написать, описать. Объясните свой выбор. Demək, burada deyir ki, aşağıdakı bu sözlərlə söz birləşməsi qurmaq lazımdır və napisat yazmaq, apisat təsvir etmək sözü ilə də onları qurmaq lazımdır. Özünüz də gördüyünüz kimi napisat sözü demək, yazmaqdır. Misal üçün, şeir də yazmaq olar, bir çalışma da yazmaq olar. Apisat nə isə təsvir etməkdir. Krepость qaladır, ona görə biz deyirik apisat krepость. Qalanı yazmayacaq ki, onu təsvir edə bilərik. Описать крепость. Киносценарий. Bu süjetli ssenaridir. Ona görə buna написать deyəcəyik. Путешествие, səyahəti. Onu təsvir eləyərik. Описать путешествие. Упражнение çalışmada onu elə belə yazarıq. Написать. Комната, otaq. Bunu olacaq описать. Описать комнату. Təsvir eləyərik otağımızı. Впечатление, təəssüratlar. Onu da təsvir edə bilərik. Yaza da bilərik əslində. Burada biraz bir balaca iki başlı olur. Deyə bilərəm ki, mən bu haqda, yəni çoxdursa mənim təəssüratlarım, mən bu haqda çoxlu şeylər yazmışam falan. Onu da deyə bilərim. Belə описать gəlin götürək. Öz hisslərimizi təsvir elədik. Yəni onu ifadə elədik. Описать впечатление. Рассказ nağıldır. Burada olacaq написать. Внешне zahiri görünüş. Burada da təsvir etmək olacaq. Описать. Доклад. Burada написать. Сообщение. Написать. Улица küçədir, onda olacaq описать. Описать улицу. Спешите, употребив подходящий глагол из скобок в нужной форме, объясните свой выбор. İndi görürsünüz, burada feillərimiz var. Onları biz düzgün formada, birini seçib düzgün formada yazmalıyıq. Yəni bitmiş, bitməmiş formalardır bunlar. Обычно я встаю в 7 часов. A. Ложусь spать в 11 часов. Bu adətəndir. Ona görə bitməmiş forma. Çünki bu daim davam eləyir. Bitmiş formanı qoysaq, zaten bir dəfə elədik və salam olur. O düzgün uyğun olmur. Ona görə bitməmiş forması, davam edici formasını seçirik feilin. Birinci formasını seçirik. Çünki bu adətən olur. Yəni davamlı olaraq təkrar olunur. Birincisini seçdik. Встаю. Обычно я встаю в 7 часов, а ложусь спать в 11 часов. Aydan получила приглашение на вечер поэзии. Aldı artıq. Bir dəfə dəvət aldı və salam bitdi. Daim almırdı. Просто Aydan получила. Onun ikinci hissəni götürürük. Rufat несколько раз приглашал нас в гости. Bir neçə dəfə bizi dəvət edirdi. Ona görə davam edirdi bu proses. Поэтому приглашал. Перед тренировкой мы часто встречаемся на остановке и едем на стадион. Так, встречаемся. Bax, bunu götürürük. Çünki deyir, biz tez-tez sözü varsa bu davam eləyir. Mama обычно покупает продукты в новом маркете. Burada da adətən, ona görə davamlı olur. Покупает, birincini götürürük. Завтра у меня выпускные экзамены, поэтому я легла спать рано. Burada konkret bir dəfədir ki, yəni imtahanımdır, tez yatdım. Легла спать, ona görə deyə bilərik. Севиль часто, burada часто уже посещает выставки художественного творчества. Мы обычно varsa adətən, все nə olacaq? Покупаем розы на мамин день рождения, но сегодня, ama bugün купили artıq olacaq buket полевых цветов. Bugün isə, ama adətən isə birincini götürdük. Adətən deyil, bugün aldıq, bir dəfə aldıq, kupili olacaq oca. Иногда bəzən, bu da davam edici sayılır, я встречаю Ayaz'a по дороге в школу. Аликпер обычно, yəni adətən, ona görə birincidir. Посещает занятия по шахматам 2 раза в неделю. Demək, обычно, иногда, часто, всегда. Bu sözləri görürsünüzsə, bilin ki, bu davam edici, birinci formanı götürürük. Следующее задание. Дополните предложение, используя конструкцию с союзами чтобы, для того чтобы. Burada cümlələri tamamlayacağıq və чтобы onun üçün, yəni ki, izahını verəcəyik, məqsədin izahını verəcəyik bu sözlərlə, bu bağlayıcılarla. Sevda стала посещать курсы русского языка для того, чтобы
Deyir ki, Sevda başladı rus dili kurslarına getməyə. İndi biz deyəcəyik nəyə görə? Biz yəni onun izahını verməliyik. Misal üçün deyə bilərik для того, чтобы və yaxud da чтобы da deyə bilərsiniz. Для того, чтобы хорошо заговорить на нем. Ki yaxşı danışsın. Друзья встретились на вокзале, чтобы поехать в район. Misal üçün. Нужно много читать, чтобы хорошо говорить və yaxud da ki, чтобы deyə bilərik, для того, чтобы много знать, или чтобы много знать, нужно много читать. Bax, məsəl üçün, çox bilmək üçün çox oxumaq lazımdır. Düzdür, çox gəzmək daha lazımdır. Чтобы много знать, нужно много читать deyə bilərsiniz. Elxan пошел в библиотеку. Elxan deyir, biblioteka nəyə getdi? Məsəl üçün, kitab götürmək üçün getdi də, nəyə getmək olur? Чтобы взять книгу. Надо заниматься спортом. Aha, idmanla məşğul olmaq lazımdır. Burada deyilir, sağlam olmaq üçün idmanla məşğul. Чтобы быть здоровым, və yaxud da для того, чтобы быть здоровым, надо заниматься спортом. Leyla позвонила подруге. Leyla deyir, podruqasına zəng eləyib, rəfiqəsinə. Например, nəsə soruşmaq üçün deyə bilərsiniz. Söhbət eləmək üçün deyə bilərsiniz. Чтобы поговорить о случившемся. Olan nə isə danışmaq üçün, məsəl üçün. Bu belə. Və son olaraq, это интересно знать. Автограф. Антон Павлович Чехов последние годы своей жизни жил в Ялте. Он был болен и уже не занимался медицинской практикой, но он часто принимал бесплатно больных из деревень, а также приезжающих отдыхать студентов. Бывали смешные случаи. Однажды пришел незнакомый человек. Он попросил принять его как пациента. Антон Павлович отказывался. Он объяснил, что уже не занимается врачебной практикой, но незнакомец продолжал просить. Так Антон Павлович согласился. Тогда он осмотрел больного. После этого незнакомец положил на стол деньги. Антон Павлович рассердился. Он повторил ему, что не занимается практикой, и если согласился осмотреть больного, то только как исключение. Деньги ему не нужны, но незнакомец денег не брал. Антон Павлович понял, что незнакомец является богатым человеком. Тогда он сказал: «Хорошо, подождите». Антон Павлович вынул свою квитанционную книжку. По ней он собирал деньги для бедных больных и написал квитанцию. Незнакомец сначала отказывался брать квитанцию. Он начал прощаться, но потом подумал и тоже сказал: «Хорошо, дайте». Все-таки это автограф. И взял. Demək, Anton Pavloviç Çexov öz həyatın axırı illərində Yaltada yaşayırdı. O xəstə idi və artıq demək, tibb praktikasına məşğul olmurdu. Demək, o bir həkimlikdə eləyirmiş. Amma o tez-tez pulsuz xəstələri götürürdü kəndlərdən və yaxud da tələbələr hansı ki gəlirdi istirahətə. Belə bir gülməli hadisələr də olurdu. Demək, bir gün bir tanınmadığı insan gəlib, o deyib ki, onu pasiyent kimi qəbul etsin. Anton Pavloviç imtina edirdi. O başa saldı ki, artıq məşğul deyil, həkimliklə məşğul deyil. Amma bu yad insan tanımadığı davam edirdi, xahiş edirdi də, yəni ki, istəyirdi. Onda razılaşdı. O baxdı xəstəyə. Amma bundan sonra yad insan stolun üstünə, masanın üstünə pul qoydu. Anton Pavloviç hirsləndi. O ona təkrar elədi ki, və o praktika ilə məşğul deyil və ona bu xəstəyə baxmağı ona görə razılaşdı ki, bir istisna kimi. Pul ona lazım deyil. Amma demək, bu yad insan pulu götürmürdü. Anton Pavloviç başa düşdü ki, bu yad insan varlı adamdır. Onda o dedi ki, yaxşı, gözləyin. Anton Pavloviç özündən belə bir kitabçası vardı, kvitansiya kitabçası. Onu çıxartdı. Harda ki, o pul yığırdı kasıblar üçün, xəstələr üçün və kvitansiya yazdı. Bu yad insan götürmək istəmirdi, imtina edirdi götürməyə bu kvitansiyasını. O başladı sağollaşmağa, amma sonra fikirləşdi və dedi, yaxşı, verin. Axı, bu yenə də avtografdır və götürdü. Belə bir hekayə oldu. Dərsimiz biraz uzun oldu. 34 dəqiqəyə çatdıq. Belə 11-ci sinifdə dərslər çoxdur. İnşallah son dərslərimizə gəlib çatırıq. Səhv etmirəmsə son 5 ya 6 dərsimiz qalıb 11-ci sinifdən. Gələn həftə alınsa inşallah onu da çəkib paylaşaq və ondan sonra mütləq 2-ci sinifin yeni versiyası olacaq. Onu çəkib paylaşacağıq mütləq formada. Çünki izləyicilər gözləyir artıq neçə nəfər yazıb. Biz mütləq onu çəkəcəyik. Belə, bu qədər. Sizə xoş istirahətlər arzulayıram, xoş dərslər arzulayıram, əziz tələbələrimiz. Gələn dərs görüşərik. Sağ olun. До свидания, дорогие студенты, дорогие зрители. Увидимся на следующих уроках. Всего вам хорошего. До свидания.